İnsanın qəlbindəki ən uca duyğulardan biri mərhəmətdir. Mərhəmət təkcə başqasına yazığa gəlmək deyil, o Allahın insanda təcəlli edən sifətlərindən biridir. Çünki uca yaradan Quranda Ərəf surəsi 156-cı ayədə özünü belə tanıdır. Mərhəmətim hər şeyi əhatə edir. Bu ayə göstərir ki, kainatın hər zərrəsində bir rəhmət izi var. Hər nəfəs, hər yağış damcısı, hər bağışlanma imkanı Allahın mərhəmətinin təzahürüdür. İnsan o zaman kamilləşir ki, özündə bu rəhmətin bir parçasını yaşanır. Mərhəmət imanla yanaşı qəlbin ən böyük zinətidir. O, insanın daxili dünyasını yumuşaldır, kin və nifrətin sərtliyini əridir. Mərhəmətli insan cəmiyyət üçün bir nurdur. Başqasının ağrısını öz ağrısı kimi hiss edir. Allahın Ər-Rahim adlı davranışında əks etdirir. Mərhəmət ailənin sabitliyini, dostluğun davamlılığını, cəmiyyətin güvənini təmin edən dəyərdir. Mərhəmətli insan ailəsində sevgi, işində ədalət, düşməninə qarşı belə ədəb nümayiş etdirir. Mərhəmət ədalətin tamamlayıcısıdır. Ədalət haqqı yerinə qoymaqdır. Mərhəmət isə haqqı gözəlliyi ilə yaşatmaqdır. Hər bir mərhəmətli davranış insanı Allahın rəhmətinə bir addım daha yaxınlaşdırır. İmam Baqir əleyhissalam buyurur, rəhm etməyənə rəhm olunmaz. Bu hədis mərhəmətin ilahi qanununu açıqlayır. Allahın rəhməti insanın başqalarına rəhm etməsi ilə açılır. Yəni sən birinin ağrısını yüngülləşdirirsənsə, Allah da sənin gizli ağrını sağaldır. Bu dünya zülmlə, haqsızlıqla da olsa da bir rəhmətli qəlb qaranlıqları parçalaya bilər. Çünki mərhəmət qılıncdan da, sözlərdən də güclüdür. Mərhəmətli ol ki, rəhmətə layiq olasan.